Salam müəllimlər və şagirdlər. Bugün bildiyiniz kimi ayın 12-ci 4-cü ay 2025-ci ildə 9-ların buraxılış imtahanı keçirildi. Onların testlərinin əsasında təhlil eləyəcəyik, həm qrammatik testlər əsasında, həm də mətnlər üzərində təhlil eləyəcəyik. Edək görək şagirdim necə yazıb. Belə suallara baxdım ilkin baxışda. Nə çox asan deyil idi, nə də çox çətin deyil idi. Həmişəki kimi birinci zonaya düşəndə rahat testlər düşür. Digər zonalara düşəndə biraz bundan qəliz formada düşür. Ancaq oxuyan üçün hər yanda yaşıl işıqdır. Gəlin suallar əsasında baxaq görək bizdən nə istəyir 27-ci sualda. Mən nümunəyə əsasən uyğunluğu müəyyən etdim. Mən gələndə yağış yağırdı. Nə edirdi? Yağırdı. Nə yağırdı? Yağış. Nə zaman? Mən gələndə. Zaman zərfliyi ilə, feili bağlama ilə ifadə olunmuş zaman zərfliyi idi. Mən gələndə mağazadan kitab aldım. Nə etdim? Aldım. Kim? Mən. Mübtədası. Nəyə aldım? Kitabı. Qeyri-müəyyən təsiri halına ifadə olunmuş tamamlıqdır. Gələndə nə zaman? Feili bağlama ilə ifadə olunmuş sadə zaman zərfliyi idi. Haradan? Mağazadan. Təhsilin təhlillərinə baxaq. Zərfliyin mənaca iki növündən istifadə olunmuşdur. Bu zərfliyin, burada həm zaman zərfliyi var ikinci cümlədə, həm də yer zərfliyi var. A gedir bura. Sonra mübtəda isimlə ifadə olunmuşdur. Bu səhvdir. Birincidə bəli, mübtəda isimlə ifadə olunmuşdur. Bəli, yağış və gedir bura. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. İkinci dərəcəli üzvlərdən yalnız biri. Bəli, birinci cümlədə yalnız zaman zərfli işlənmişdir. C-ni də əlavə edirəm bura. Əmr cümləsidir. Xeyir, nəqli cümlələrdir hər ikisi də. Sonra ilk sözü cümlədən kim sualına cavab verir? Bəli, mən gələndə mağazadan kitab aldım. Kim, mən şəxs əvəzinə ifadə olunub və isimin sualına cavab verərək kim sualına cavab cümlənin mübtədası olur. Oldu Y. Deməli oldu B, C, A, Y. Bunu düz yazıb. Sonra 28-ci testdə həm bizdən bağlayıcı, həm də ədad işlənmiş sıranı soruşur. Gəldim. Baxıram A variantı. A variantında bəs də, daha da hər ikisi ədaddır. Sonra məgər də, məhz də, bu da ədaddır. Sonra burada əlbəttə modal sözdür. Sonra ötürü burada qoşmadır, gah ədaddır, bağlayıcıdır. Ancaq B variantında isə bunu səhv yazıb. O cümlədən tabisi bağlayıcıdır, kaş da arzu bağlayıcısıdır, arzu ədadıdır. Doğru variant B variantıdır. Gələk 29-cu suala. Burada doğru cavab oldu B variantı. Burada da oldu düzgün variant D variantı. Hansı cümlədə nöqtələrin yerinə Q hərfi yazılmalıdır? Baxaq görək. Bəli, burada olmalıdır yarpağı. Niyə? Çünki bizim qaydamız var idi ki, qaydaya əsasən əgər samitdən sonra saitlə başlayan söz və yaxud şəkilçi gələrsə, avtomatik sonuncu samit cingiltiyə çevrilir. Kar samit cingiltiliyə çevrilir və yaxud cingiltilidirsə elə olduğu kimi qalır. Ancaq samitlə şəkilçi gəldikdə, samitlə başlayan söz gəldikdə və yaxud söz üzü boşluqda olanda avtomatik kar samitə çevrilir və yaxud kar oldusa elə olduğu kimi qalır. Yarpaq sözündə Ğ ilə saitlə başlayan şəkilçi olduğuna görə bəli düz yazıb şagirdim. Ğ samitinə çevrilir. Sonra dalğalar bu olay özündən elə olur. Ğ dalğalar. Sonra buruğun, burada da olmalıdır, buruğun, buruq sözüdür. Saitlə başlayan şəkilçi gəldiyinə görə olur buruğun. Burada olmalıdır, qonaq sözü olmalıydı, oldu qonağa, çünki saitlə gələn şəkilçi gəlib. Ancaq B variantında samitlə gələn şəkilçi gəldiyinə görə bu avtomat qışlaqda sözünə olduğu kimi qalır. Samitlə başlayan şəkilçi ilə olduqda qalır. Düzgün variant B variantıdır, bu da doğrudur. Gəldik 30-cu testə. 30-cu testdə bizdən nə istəyir? 30-cu testdə. Düzəltmə. Düzəltmə sözləri müəyyən edin. Düzəltmə sözləri baxırıq bir-bir. Dildən, dilə,
dilək. Dildən dilə yarandı, bir şey diləmək. Diləkdən də dilək yarandı. Bu düzdür. Sonra kələk elə sadə sözdür. Kələk sadə sözdür. Bunu çıxıram. Avtomatik ikilərdən çıxıram variantları. Sonra gəldik oyaq. Elə oyaq sadə sözdür. Üçləri də çıxıram. Dayaq sözünə baxıram. Otuz ikinci sualda bizdən nə istəyir? Hansı cümlədə mübtəda fe'li sifət tərkibi ilə ifadə olunub? Fe'li sifətlə yox. Fe'li sifət tərkibi ilə. Biz bilirik ki, tərkib yaradanda ən azı 2 və artıq sözlərdən istifadə olunmalıdır ki, 2-dən artıq söz olmalıdır ki, o tərkib yaratsın. Bir-bir təhlillərə bax. Gələnləri qarşılamaq, onları yerbəyer etmək uzun çəkdi. Nə uzun çəkdi? Gələnləri qarşılamaq, onları yerbəyer etmək. Burada var tərkib, ancaq məslərlə ifadə edib olunur, magməklə. Sonra, bu rəsmləri çəkən mənim böyük əmimdir. Kimdir? Mənim əmimdir. Üçüncü nöqtəyin söz birləşməsində ifadə olunmuş ismi xəbərdir. Kim mənim böyük əmimdir? Bu rəsmləri çəkən. Bəli, fe'li sifətin an şəkilsində ifadə olunmuş tərkibdir. Mübtəda yaradıb. B variantı, bəli, düzdür. Gəldik 3-cü cümlə. 33-cü cümlədə bizdən nə istəyir? Qeyri-müəyyən şəxsi cümləni müəyyən edir. Biz bilirik ki, qeyri-müəyyən şəxsi cümlənin mübtədası olmur və xəbəri 3-cü şəxsin cəmində olur. Əgər mən qeyri-müəyyən şəxsi cümlənin daxilində mübtəda gördümsə, avtomatik o müəyyən şəxsi cümləyə çevrilir. Bir cümlələr təhlili. Qızıl qayadan ötəndə günorta idi. Nə zaman günorta idi? Günorta idi. Nə idi? Günorta idi. Nə zaman? Qızıl qayadan ötəndə. Bu şəxsiz cümlədir. Sonra Rüstəmin ona acığı tutdu. Nə etdi? Acığı tutmaq frazoloji birləşmədir. Rüstəmin acığı isə 3-cü nöqtəyinin söz birləşməsidir. Gəlib girib frazoloji birləşmənin daxili. Bu da bütövlükdə cümlənin xəbəridir. Bu da şəxsiz cümlədir. Onun nahaq yerə gözdən salıblar. Gözdən salmaq frazoloji birləşmədir. Frazoloji birləşmədə varsa avtomatik salıblar, onu nahaq yerə gözdən salıblar. Bu ümumi şəxsli cümlədir. Sonra yox, bu qeyri-müəyyən şəxs. Onu nahaq yerə gözdən salıblar. Kimlər? Məsələn, tutalım onlar. Ancaq onları mən burada bərpa etməyimə baxmayaraq özüm bərpa etdim. Ancaq mən burada mübtədanı görsəm, tutalım onları. Bu avtomatik müəyyən şəxsi cümləyə çevrilir. Mən bunun mübtədasını silirəm buradan. Yəni bu özü qeyri-müəyyən şəxsli cümlədir. Xəbəri də 3-cü şəxsin cəmində, həm də frazoloji birləşmədən ifadə olunub xəbəri. Sonra doğru variant C variantıdır. Görüm, yeni niyə götürüb bu? Yazılmayan kitab vərəqlənməzlər. Yazılmayan kitabı vərəqləməzlər. Nə etməzlər? Vərəqlənməzlər. Nəyi? Kitabı, hansı kitabı? Yazılmayan. Bu ümumi şəxsi cümlədir. Çünki atalar sözüdür. Ümumi şəxsində xəbəri 3-cü şəxsin cəmində ola bilər. Ancaq mən onun ümumi şəxsi cümlə ilə qeyri-müəyyən şəxsi cümlənin fərqi odur ki, ümumi şəxsi dünyada nə qədər şəxs varsa, insanlar varsa, hamısına şamil olunur, ümumən. Ancaq qeyri-müəyyən şəxsi cümlə isə bir qism insanlara şamil oluna bilər və yaxud bizim üçün iş görən var, qeyri-müəyyən şəxsi cümlədir. Ancaq bizim üçün maraqlı deyil. Məsələn, deyir ki, onu nahaq yerə gözdən salıblar. Onu gözdən salanlar var, ancaq bizi iş maraqlıdır, iş hadisə. İnsanlar maraqlı deyil. Ona görə doğru variant burada oldu, C variantı. Gəldik 34-cü testə. Deyir ki, hansı cümlədə A, adi, sifətin dərəcəsinə uyğun testlərdir bu.
Hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəsindən istifadə olunub? Hansı cümlədə? Mən elə birinci cümləyə baxanda baxıram ki, ağ sifətin adi dərəcəsindədir. Sarımtıl sifətin sarıdan sarımtıl sifətin azaltma dərəcəsindədir. Özü də morfoloji yolla yaranmış, yəni şəkilçi yolla. Tünd qırmızı da sifətin çoxaltma dərəcəsindədir və sintaksis yolundan yaranmış çoxaltma dərəcəsidir. Doğru variant oldu, A variantı bu da doğrudur. Gəldik buradan testə. 35-ci testdə bizdən nə istəyir? Deyir ki, uyğunluğu göstərin. Uyğunluğu göstərin. Feili bağlama hərəkətin tərzini bildirir. Feili bağlama hərəkətin zamanını bildirir. Düşmən qorxub geriyə çəkildi. Nə etdi? Nə etdi? Çəkildi. Nə etdi? Çəkildi. Hara? Geriyə. Kim? Düşmən qorxub geriyə çəkildi. Nə tərzdə? Qorxub geriyə çəkildi. Burada feili bağlama var. Ancaq baxın görüm. Düşmən qorxub geri çəkildi. Kim? Düşmən qorxub. Hə, nə səbəbə? Bu səbəb zərfli idi. Bu səbəb zərfli idi. Nə səbəbə geri çəkildi? Deməli, A baxım görüm, A heç birinə uyğun deyil. A-ları mən variantdan çıxardıram ki, mənim yolum təmizlənsin. Sonra keçdik. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Nə etdi? Gördü. Kimi? Oğlunu. Nə zaman oğlunu gördü? Kim oğlunu gördü? Əsmər xala. Nə zaman? Pəncərəyə yaxınlaşanda. B variantına baxaq. Nə zaman? B gedir. Zaman bildirən feili bağlamaya bəli, anda ilə ifadə olunub. Feili bağlamanın şəkilçisi ilə. Uşaq ayağını yerə dirəyib, ayaq üstə durmaq istədi. Nə etmək istədi? Durmaq istədi. Yadınızda qalsın ki, maq plus üstəgəl istəmək, başlamaq, bunlar bircə xəbər götürülür və tərkib yaratmır. Uşaq ayağını yerə dirəyib, ayaq üstə durmaq istədi. Nə tərzdə durmaq istədi? Ayağını yerə dirəyib. Kim? Uşaq. Kim? Uşaq. Bu da getdi. Tərz hərəkət səhvini C-yə. 1-ə getdi. Sonra gəldik. Ana içəriyə keçər-keçməz telefon zəng çaldı. Nə etdi? Nə zaman zəng çaldı? Zəng çaldı. Nə etdi? Zəng çaldı. Nə zəng çaldı? Telefon. Nə zaman? Ana içəriyə girər, girməz. Bu da getdi. Zaman zərfi yaratmış. Feili bağlamaya. Sonra o əllərini qoynuna qoyub bir kənarda dayanmışdı. Nə etmişdi? Dayanmışdı. Kim? O. Nə tərzdə dayanmışdı? Əllərini qoynuna qoyub. Bu da tərz hərəkət səhvli idi. Burada getdi Y. Deməli C, Y, bir də B-dir. Hansı variantdadır? A variantında. Bu da doğrudur. Sonra gəldik sonuncuya. Deyir ki, bizdən burada soruşur ki, həmcis mübtədalı cümləni müəyyənləşdirin. Həmcis mübtədalı. Getdik. Daşlı kəsəkli səhrada böyük şəhər salınmışdı. Nə edilmişdi? Salınmışdı. Nə salınmışdı? Şəhər. Hansı səhrada? Daşlı, kəsəkli. Burada həmcislik var. Təyinin həmcisliyidir. Sonra səhər açılmış bağçanı və həyəti səlqəyə saldı. Nə etdi? Səlqəyə saldı. Nəyi? Bağçanı və haranı, daha doğrusu haranı, çünki haranı, nəyi kimi də biz bilirik ki, tamamlığın sualıdır. Haranı bəzən uşaqlar çaşır elə bilir ki, zərfliyin sualıdır.
Haranın sualı da tamamlığın sualıdır. Bu da tamamlığın həmcinsliyi var. Sonra düşmən dünəndən nə yatır, nə dincəlir. Burada da var xəbərin həmcinsliyi, yəni o yatır, o dincəlirdi. Sonra baxın görüm. Zəngin vurulduğunu və müəllimin gəldiyini bildi. İndi bildi. Nə etdi bildi. Yox, burada da yoxdur. Böyük və kiçik də meydana axışırdı. Nə edirdi? Axışırdı hara? Meydana kim? Böyük də kiçik də. Böyük də kiçik də. Burada oldu mübtədanın həmcinsliyi. Deməli, doğru variant. Bu da oldu doğru variant. Bu da oldu doğru variant. Deməli, burada çıxdı bizim neçə düzümüz? 8 düzümüz, 2 səhvimiz. İndi keçək mətnlərə baxaq. Görək mətndə necə yazıb. İlk öncə təlaş mətnindən başlayaq. Ekranı belə saxlayıb testin üzərində işləyə bilərsiniz. Sonra videonu işə salıb testlərinizi yoxlaya bilərsiniz. Deməli, burada bizdən nə istəyir 37-ci testdə? 37-ci testdə bizdən nə istəyir? Baxaq görək. Mətnə əsasən obrazlarla bağlı doğru fikirləri müəyyən edin. Burada hansı obraz var idi? Bir mənzər var idi, bir hikmət obrazı var idi, bir də quyuya düşən uşaq var idi. Sadəcə onlar ikinci obrazlardı. Əsas obrazlar hikmət və mənzər idi. Əsas obrazla bağlı doğru fikri bizdən soruşur. Getdik. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif edir. Bəli, çünki anası ona deyirdi ki, uşaq quyuya düşmüşdü, qız uşağı. Quyuda dar olduğuna görə başqaları düşüb oradan qızı çıxarda bilməzdilər. Hikmət də öz təklifini verir, anası etiraz edir ki, çıxaq gedək evimizə, sənin işinə qalmır. Gəldik, sonra bir doğrudur. Mənzər istənilən vəziyyətdə oğluna arxa durur. Əksinə, xeyr, oğluna qarşı çıxır hətta. İkiləri silirəm. Sonra hikmət cəsarəti və balaca qızı xilas etməsi insanlar tərəfindən rəğbətlə qarşılanır. Bəli, çünki sonda ona hər kəs təşəkkür edir, hətta qızın anası da təşəkkür edir. Sonra mənzər adamların minnətdarlıq dolu sözlərindən pərt olur. Bəli, çünki sonda onlar hikmətə təşəkkür edirlər. Anası pərt olur onun təşəkküründən ki, vaxtında qoymayırdı ki, qızını, oğlu hikmət qarşısına almaq istəyirdi ki, hikmət düşüb qızı götürməsin quyudan. Sonra hikmət Lalə üçün narahatlıq keçirsə də anasının sözündən çıxa bilmir. Əksinə, anasının etirazına baxmayaraq öz təklifini irəli sürür, qızı xilas edir. Deməli, oldu 1, 3, 4. Bu da düzdür. Gəldik 37-ci, 38-ci testdə. Bizdən nə istəyir? Deyir, cədvəl və mətnə əsasən uyğun fikirləri müəyyən et. Doğru və yaxud yanlış cəhətdən mənzər hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur. Baxaq görək 38-də. Mənzər hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur. Bəli, bu düz idi. Çünki mətnin içərisində var idi. Lalənin anasının çarəsizliyini başa düşən mənzər hikməti quyuya düşməyə sövq edir. Əksinə, hikmətin qarşısını kəsirdi ki, quyuya düşməsin. Bu yanlışdır. İkiləri avtomatik silirəm. Sonra gəldik yanlış olana. Cəmaatın quyuya düşən uşağa laqeyd münasibəti mənzəri qəzəbləndirir. Burada elə bir məlumat yox idi axı. Yox, elə bir məlumat yox. Cəmaatın quyuya düşən uşağa laqeyd münasibəti mənzəri qəzəbləndirir. Əksinə, hikmətdən öncə o quyuya düşmək istəyən biri də var idi.
Sadəcə quyunun ağzı dar idi, düşə bilmədi. Hikmət də Hikmət təklif irəli sürür ki, belimə nə bağlayır burada? İpi. İpi belinə bağlayıb quyudan düşür, qızı Laləni quyudan çıxardır. Bu yanlışdır. Bir doğrudur, bir də 3 yanlışdır. 4-ə bax, quyunun ağzının ensiz olması cavan fəhlənin ora düşməsinə mane olur. Bəli, burada doğru variant, bu variant, C variantı. Çevrilək ora baxaq görək, burada nə deyir? Quyunun ağzının ensiz olması. Baxaq görək, burada var idi o məlumat ki, quyunun ağzının deyən, xoşbəxtlikdən quyu dərin deyildi. Mədən işləyən cavan fəhlə quyunu baxa-baxa dedi, hanı onun gücü? O gücü ki, kəndirin belinə bağlaya bilsin. Sonra biz buxarı çəkəndə çağa təzədən quyuya düşüb. Bəlkə əzəli quyu dardır. Hə, baxın, bax bu hissədə deyir ki, quyu dardır, fəhlə deyir. Mən də ora düşə bilmərəm. Zirək bir oğlan lazımdır. Bax, bu hissə orada var, o düzdür. Sonra gəldik. Doğru variant oldu 1-3. 39-cu testdə. Əvvəlində rəqəm yazılmış. Əvvəlində rəqəm yazılmış, rəqəm qoyulmuş hansı cümlələr mətndən çıxarsa məzmuna xələl gəlməz. Bizə xələl gəlməməzliyin soruşur, xələl gəlməz. Bir-bir baxaq 39-cu bir-bir testdə, bir-bir cümlələrə baxaq görək. 39-da bizdən nə istəyir? Baxaq. Cümlədən deyir çıxarılsa, mətnin məzmununa xələl gəlməz. Onların yolu qəsəbənin yanındakı mədənin içindən keçirdi. Tutalım, biri çıxartdım, keçirdi. Ana, gəl gedək, görək, orada nə olub? Bunu mən çıxartsam biri. Bu artıq bu cümlədə məna zəifliyi baş verə bilər. Birbaşa məsələn tutalım, onların yolu qəsəbənin yanındakı mədənin içindən keçir. Ana, gəl gedək görək, orada nə baş verir, orada nə olub? Bu cümləni çıxarsam, cümlənin mahiyyəti, digər bax bu cümlə ilə bu cümlə arasındakı məna bağlılığı itər. Nə səbəbə bunlar? Kim ona təklif edib ki, gedək baxaq, orada nə baş verir? Belə bir fikir olmalıdır ki, bu sonraki bax bu cümlə onu tamamlasın. Sonra canım sizə desin, baxaq. Sonra gəldik, ikinci testə baxaq görək. Birinci cümləni çıxarsam məna bağlılığı itər. Sonra gəldim, ikini oxuyaq görək, ikidə nə deyir? O ətrafda gedən söhbətdən başa düşdü ki, yaxınlıqda oynayan 5 yaşındakı qız büdrəyib quyuya yıxılıb. İndi mən tutalım bu cümləni çıxartdım, yıxılıb. Yıxılıb, divarların darlığı və quyunun içində olan su uşağın bərk əzilməyə qoymayıb. O ətrafda gedən söhbətdən başa düşdü ki, yaxınlıqdakı oynayan 5 yaşındakı qız büdrəyib quyuya yıxılıb. Divarların darlığı və quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb. Bəli, mən bu ikini çıxartsam bu hissədən. Bu cümlənin mahiyyəti itməz. Artıq burada deyir də 5 yaşındakı qız büdrəyib quyuya yıxılıb. Divarların artıq quyuya yıxılıb ki, divarların darlığı və quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb. Mən bu cümləni ikini çıxartsam, bu cümlədə mahiyyət dəyişməz. Elə ard-arda rahat cümlələr bir-birini məna tamamlığı baş verər. İkini götürürəm burada. Sonra gəldik buradan 3-ə baxaq görək. Divarların darlığı və quyunun... Mən birləri silim. Əlimin altı təmiz olmaq üçün. 3-ə baxaq görək. Divarların darlığı və quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb. Baxıram buradan, bərk əzilməyə qoymayıb. Hanı onda o güc ki, kəndiri belinə bağlaya bilsin.
Bunu oxu ki, mədəndə işləyən cavan bir fəhlə quyuya kəndir saldı və quyuya baxa-baxa dedi. Divarın darlığı və quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb, hanı onda o güc ki, kəndiri belinə bağlaya bilsin. Hə, mən bu üçü də çıxartsam. Bax, bu üçü çıxartsam. Çıxartsam artıq cümlədə mənada bağlılığı pozular. Əvvəlki cümlə ilə, məsələn, tutalım, bunu çıxartsam, divarların darlığı və quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb. Mən bunu çıxartsam, hanı onda o güc? Nəsə, orada bu cümlə baş verməlidir ki, orada bilinsin ki, başqa bir insan axtarırlar ki, quyunun daxilinə düşsün, sudan uşağı çıxartsın, quyudan uşağı çıxartsın. Mən bu üçüncü cümləni çıxarda bilmərəm cümlədə. Niyə? Çünki məna pozulacaq. 3 də belə getdi. Baxaq görək 4-də, görək 4-də nə deyir? Mən quyuya düşərəm. Mən quyuya düşərəm. Hikmətin belinə kəndir bağlayıb quyuya saldı. Bu lap 4-cü cümləni də çıxartmaq lazımdır. Niyə? Çünki mən quyuya düşərəm. Hikmət belinə kəndir bağlayıb. Artıq bu 4-cü cümlə burada olmasa da, mən bilirəm ki, burada nədən söhbət gedir. Mən quyuya düşərəm. Quyuya düşmək üçün nə etmək lazımdır? Belə ip bağlamaq lazımdır. Hikmətin belinə kəndir bağlayıb quyuya saldılar. Bu 4-cü cümləni çıxartsam, cümlədə xələl gəlməz. Mətnin məzmununa xələl gəlməz. Deməli, oldu burada 2, 4. Bu da doğrudur. Gəldik sonra 40-cı testə. 40-cı testdə nədir? Mətnə əsasən cədvəldəki nəticəni, mətnə əsasən cədvəldəki nəticələrin doğru səbəblərini müəyyən edin. Gəldik bir-bir. Birinci burada nəticəni oxuyub, nəticədən də səbəbi çıxartmaq lazımdır 40-cı testdə. Baxaq görək. Deyir ki, Mənzərin qəzəblənməsinin səbəbi nə idi? Lalənin anasının kömək üçün Mənzərə müraciət etməsi. Xeyr, heç o Mənzərə müraciət eləmir. Sonra zirək oğlan uşağı axtarışında olan fəhlənin Hikmətdən kömək istəməsi, heç Hikmətdən kömək istəmir o. Hikmətin Laləni xilas etmək üçün quyuya düşməsi. Bəli, 3. Birləri silim, əlimin altında olmuşkən, 2-ləri də silim. Və sildim, burada öz çıxdıq cavabı rahatçılıqla. 3. Sonra Lalənin anasının Mənzərə təşəkkür etməsi səbəbi Hikmət kimi quyuya düşməkdən qorxmayan qoçaq oğul böyütməsi. Bəli, o cümlənin son mətnin nəticə hissəsində var ki, təşəkkür edir, hətta Mənzər ondan pərt olur, onun təşəkküründən. Burada doğru variant oldu 3, 4. Gəldi. Sonra mətnə aid plan bəndini hesab edilə bilməz. Plan bəndi tutmaq üçün plan bəndləri həmişə yadınızda saxlayın. Təyini söz birləşmələrindən ifadə olunur. Çox vaxt 3-cü növ təyini söz birləşməsindən ifadə olunur. Plan. 41-də. 41-də deyir ki, ananın yalvarışları, o yox idi burada. Balaca qızın çarəsizliyi, o da yox idi. Balaca qızın çarəsizliyi, sadəcə orada Lalənin adı çəkilir ki, o düşüb quyuya. Ağır yaralanan Lalə, yox, burada. Deyir, plan bəndinə hesab edilə bilməz. Bəli, ananın yalvarışları var idi. Bəli, istəyirdi ki, qızını quyudan çıxarsınlar. Bu var idi. Birlər gedir. Sonra balaca qızın çarəsizliyi, bəli, quyuda tək tənha qalmışdı ki, xilas edilməyi gözləyirdi. Bu da var idi. Ağır yaralanan Lalə, burada ancaq onun adı çəkilmir ki, Lalə ağır yaralanıb. Sadəcə deyir ki, Lalə xəsarət alıb. Baxın, testləri oxuyanda həmişə diqqətlə oxuyun. Balaca bir sözlə də, xırda bir sözlə də sizi testə çaşdıra bilərlər. Baxın, görüm, hanı o gec. Bir dəqiqə buradan baxın mən testə. Əvvəlcə Laləni yuxarı çəkdilər. Lalənin, baxın, görüm, burada uşağın bağrı çatlayar. İçində idi. Buralarda haradaydı? Bax burada, bax bu hissədə. Deyir ki, xoşbəxtlikdən quyu dərin deyil. Divarların darlığı və quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb. Bax burada o söz var. Bərk əzilməyə qoymayıb.
ağır yaralanan Lalə, xeyir. Bunu götürürəm 3-ü. Mənzərin xəcaləti, bəli o var idi. Lap sonunda mənzər xəcalət çəkir. Oğluna minnətdar olanda insanlar, ətraf 4-də var idi. Sonra Hikmətin tərəddüdü, xeyr. Hikmət əksinə tərəddüd etmədən dedi ki, mən Layləni çıxardaram. Deməli oldu 3, 5, bu da düzdür. Gəldik 42-ci testə. 42-ci testdə bizdən nə istəyir? Mətndə əvvəlində işarə qoymuş ifadələrin əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Gələk baxaq. Baxaq hansı sözdür? 1. Özünü itirmək. Özünü itirmişdir. Frazoloji birləşmə. Bir də acığı tutdusa, bu da frazoloji birləşmədir. Gəldik baxaq 42-də. 42-də deyir ki, məcazi mənadadır. Bəli, özünü itirmək, frazoloji birləşmə varsa orada mütləq məcazilikdən söhbət gedir. Çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. Bəli, özünü itirmək bir doğrudur. Bir doğrudur. Sonra həqiqi mənadadır, xeyir. Frazoloji birləşmə varsa avtomatik keçir məcazi mənalığa. Məcazi mənadadır, özündən çıxmaq deyil, xeyir. Özünü itirmək mənasının frazoloji birləşmənin mənası həm də qarşılığı çətin vəziyyətdə nə edəcəyini bilməməkdir. 3-də getdi. Gəldik kvadratda acığı tutmaq həqiqi mənadadır. Xeyr, frazoloji birləşməsi məcazlıqdır. Sonra 5-ə baxırıq, 4-də belə getdi. Məcazi mənadadır, bəli, cin atına minmək onun ifadənin mənasıdır. Bəli, oldu 1 və 5. Bu da doğrudur. Sonra gəldik 43-cü testə. 43-cü testdə nə deyir? Deyir, hansı hikmətli kəlamlar mətndəkinə əsasən fikri qüvvətləndirir? Hikmətli kəlamlar. Baxdıq. Sonra deyir ki, 43-də bizdə burada. 43-də deyir, pisə sahib olmaqdansa yaxşını gözləmək sərfəldir. Burada heç pisə sahib olmaqdan, pislikdən heç bir şey danışılmır. Birləri silirəm avtomatik. Çalışmaq həyat, düşünmək isə işıqdır. Burada çalışmaqdan bəhs etmir. 2-lərdə belə getdi. Lovğalıq insanların qəlbindəki bütün yaxşılıqlara yox edən güclü zəhərdir. Lovğalıqdan da söhbət getmir burada. Lovğalıq. Sonra təhlükəni heç saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Bəli, necə ki, Hikmət kimi qorxmayaraq tədbir gördü, quyuya düşdü. Cəsarət heç vaxt qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. Bəli, eyni ilə Hikmət kimi. Deməli, oldu burada Y variantıdır bu testdə. Bu səhvdir. Gəldik digər səhifədə görək nə istəyir bizdən. Deyir ki, mətndə altından xətt çəkilmiş sözün hansı cümlələrdə kontekstdəki mənasındadır? Baxaq görək, altından xətt çəkilmiş sözlər hansıdır? 1. İşləyən, mədəndə işləyən həqiqi mənadadır. Bir də qoltuqların altını bağladıqdan sonra, qoltuğun altına ip bağlanır. Bu da həqiqi mənadadır. Getdik, baxaq görək. Yazıcı əsərləri həm müsbət, həm də mənfi surətləri diqqətlə işləyirdi. Burada müəllifin yazdığı əsərdəki obrazları canlandırmaqdan söhbət gedir. Həm də məcazi mənadadır. Birlər silindi. Çünki bizə kontekstdəki mənasına deyirsə, orada həqiqidirsə, burada da həqiqi olmalıdır. Orada məcazidirsə, burada da məcazi olmalıdır. Tarlada qızmar günün altında işləyən əkinçilər yorulmaq nədir bilmirdi. Burada da işləmək feilidir. Eyni ilə həqiqi mənadadır. 2 düzdür. 5 ildən çox davam edən müharibədən sonra tərəflər sülh bağladılar. Burada da sülh bağlamaq mənasındadır. Frazoloji birləşmədir. Bu uyğun deyil. Məcazlı deyən 3 sildik. Sonra başını qaldırıb saata baxdıqda 3-ə 15 dəqiqə işləmişdir. Bu da saatın vaxtını bildirir, məcazi mənalıdır. Sonra o özü ilə gətirdiyi ipi qonur atının boynuna bağladı. Bəli, orada qoltuğuna bağlanmış iplə qonur atının boynuna bağlanmış ip həqiqi mənadadır. 2-5, bu da doğrudur.
Gəldik açıq suallar. Mətni əsasən cədvəli tamamlayın. Uşaqlar mənə belə bir şey dedilər ki, orada belə bir mətn cədvəl var idi ki, belə bir deyəsən cədvəl imiş. Hikmətin simasında cəmiyyətə hansı müsbət şeylər ötürülür obrazının sayəsində təbliğ olunan keyfiyyətləri yazmaq lazım imiş. Cəmiyyətə hansı keyfiyyətləri ötürmək lazımdır, insanlara hansı keyfiyyətləri aşılamaq lazımdır, cəmiyyətdə nəyi təbliğ etmək lazımdır Hikmətin obrazında. Biz burada Hikmətin obrazında nə canlandıra bilərik? Məsələn, Hikmət necə idi? Öz canından üstün bilərək, tərəddüd etmədən Lalənin dar gündə, dar ayaqda xilas edir. Belə ifadələr yaza bilərik ki, cəmiyyətdə təbliğ olunan fikirləri yaza bilərik. Müsbət nələr təbliğ olunur cəmiyyətdə? Tərəddüd etmədən Hikmət quyuya atılaraq Laləni oradan xilas eləyir, fədakarlıq eləyir. Belə bir ifadələr yaza bilərik. Sonra elə hərəkət edin ki, sonra utanmayasınız. Deyimini mətnlə əlaqələndirin. Bax, biz bunu belə əlaqələndirə bilərik ki, məsələn, mətnin sonunda o Hikmətə təklif olur. Hikmət görür ki, qız orada çarpışır, quyunun içərisinə düşür, 5 yaşlı qız. O tərəddüd etmədən quyuya düşür. Quyuya düşür, Laləni xilas eləyir və quyudan çıxandan sonra anası, hər kəs ona təşəkkür edir. Təşəkkür edir. Bunu Hikmətə aid yaza bilərik. Bu Hikmətə aid fikirlər. Anasına da belə ifadələr yaza bilərik ki, necə yaza bilərik anasına ki, o oğlunun qarşısını alsa da ki, oğlunu xilas etmək məqsədi ilə ki, quyuya düşməsin oğlu. Oğlunu xilas etmək məqsədi ilə qarşısını almaq istəyir ki, oğlunu çıxartmasın qızı. Ancaq sonda hər kəs Hikmətə təşəkkür edəndə ana pərt olur. Belə ifadələr yazmaq olardı. Sonra gəldik. Mətnlərdə baxaq görək nə qədər bizim düzümüz qaldı. Mətnlərdə baxaq görək. Deməli, bir dənə hələ ki mətndə burada səhvimiz çıxdı. Sonra gəldik Gövhərağa məscidinə. Bunu da ekranı saxlayıb, oxuyub, yenidən işləyib, təhlil edə bilərsiniz testlər üzərində. Gəldik buradan, baxaq görək bizdən nə istəyir. Deyir ki, mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Üzərində rəqəm yazılmış ifadələr hansılardır? İfadələri yazmalıyıq, sonra onları həqiqidirsə qarşısına işarə qoy, məcazi qarşısına işarə qoymalıyıq və sözün digər mənalarda həqiqidirsə məcaziyə çevirib cümlədə işlətməliyik. Məcazisə həqiqiyə çevirib yazmalıyıq. Baxaq görək burada bizdən nə istəyir, baxın görüm. Baxaq görək burada nə istəyir bizdən. Rəqəmləri tapmalıyıq. Baxaq görək 47-ci testdə. Sözlərə bax, birinci sözə baxaq görək. Birinci söz. Hanıdır o birinci söz? Baxaq görək. Əksər abidələrimiz erməni işğalçıları dağıdıb. Bəli, həqiqi mənadadır burada. Dağıtmaq həqiqi mənadadır. Biz burada məcazi mənada işlətməliyik. Sel körpünü dağıdıb. Xeyr, sel körpünü dağıdıb elə həmənki testlə bərabər bu burada verilən birinci sözdən eyni mənanı kəsb edir. Yəni həqiqidir, ancaq məcazi mənadır. Bəli, yaza bilərdilər ki, o mənim fikirlərimi dağıdır, düşüncələrimi dağıdır. Belə yazsaydılar, doğru olardı. Birlər həqiqidir deyən çıxardıram cümlədən, işim asan olmaq üçün. 2-yə baxaq. 2-də hələ ki, birləri çıxartdım. Baxaq gör 2-də nə istəyir bizdən? Qarabağ müharibəsinin gedişi zamanı. Gedişi burada məcazi mənadadır. Baxaq görək, gedişi məcazi mənadadır. Bəli, məcazi mənadadır. Çünki gediş insana məxsusdur. Burada olmalıdır həqiqi mənada. Gəlişin istər aşiqi, heç istəməz gedişin. Bəli, gəlişin istər aşiqin, heç istəməz gedişin. Bəli, gəlmək, getmək insana məxsusdur. Burada məcazidirsə, orada həqiqi mənada verilib. 2 doğrudur.
3'ə baxaq görək. 3'də nə deyir bizdə burada? 3'də deyir ki, abidələrimiz də erməni əsarətindən qurtulmuşdu. Baxaq görək burada. Bəli, məcazi mənadır, ancaq burada verməlidir, həqiqi mənada cümlədə verməlidir. Qəlbim gözlərinin əsarətində. Bu nədir? Bu 3 səhvdir. 3'ləri silirəm. Əlimdə 1'ləri də silirəm. 3'ləri də silirəm. Qaldı 2, 4, 5. 4'ə baxaq, inci. İnci sözünə baxaq görək burada. Şuşanın tarixi, mədəniyyət, memarlıq incilərindən olan yuxarı Gövhərağa mətni. Bəli, inci sözü burada məcazi mənadır. Bəli, inci. Orada cümlədə məcazi mənadadır. Burada inci elə parıldayırdı ki, gözlərimi qarşıladı. Bəli, Mirvaridən söhbət gedir, inci daşqaşından. Bu da doğrudur. 5'ə baxaq görək. 5'də nə deyirdi? 5'də Qurani Kərim məscidə bağışladılar. Bu məcazi mənadadır. Baxaq görək. Baxaq görək. Baxın görün. Dövlət başçısı Məkkədən gətirilmiş Qurani Kərimi məscidə bağışladı. Bəli, bağışlamaq olur. Birini elə bil ki, hədiyyə kimi bağışlayırsan, olur. Bu, sonra keçdik buradan, deyir ki, həkim xəstəyə yeni həyat bağışladı. Bəli, bu oldu məcazi məna. Doğru variant oldu burada. B variantı, bu da doğrudur. Gəldik buradan 48-ci testə. 48-ci testdə nə deyir? Nömrələnmiş hansı cümlədə ki, fikir özündən əvvəlkinin səbəbini bildirir. Özündən əvvəlkinin səbəbini. Burada baxaq görək. Burada olmalıdır. Baxın görüm. 1-ci Qarabağ müharibəsində, bax burada. Orada birinci cümləni qoyub, birinci cümlədə niyə olsun ki? Birinci cümlədə deyir ki, nömrələnmiş hansı cümlədəki fikrin özündən əvvəlki səbəbi verilmişdir. Özündən əvvəlki nömrələnmiş hansı cümlədəki fikir, hansı fikir. Özündən əvvəlkinin səbəbi verilmişdir. Baxaq ki, 1. Deyir ki, burada məsələn, İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə Qamış məscidin davamsızlığını nəzərə alıb, yerində daşdan yeni məscid tikdirmişdi. Nəticədə 19-cu əsrin birinci yarısında Gövhər ağanın maddi dəstəyi İbrahim Xəlil xan yararsız halda düşmüş məscidin yerində qoşa minarəli 3-cü məscidi inşa edir. Xeyr, burada yoxdur axı, səbəb nəticəsini bildirsin. Ancaq 4-cüyə baxın. Bax, burada deyir ki, 1-ci Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra şəhərdəki əksər abidələrimiz erməni işğalından dağıldı. Erməni işğalçıları dağıtdı. Nəticədə yuxarı Gövhər ağa məscidi də erməni vandalizmindən zərər çəkdi. Bəli, bax, bu cümlə, 4-cü cümlə var. Bax, 4-cü cümlənin, bax, bu cümlə, buradan bura qədər. 4-cü cümlə, bu sonra gələn cümlənin, bax, 4-cü gələn cümlənin bizdən onu istəyir ki, deyir, nömrələmiş hansı cümlədəki fikirlər özündən əvvəlkinin səbəbini vermişdir. Deyir, bax, burada erməni işğalçıları dağıtdı. Nəticədə yuxarı Gövhər ağa məscidi də erməni vandalizmindən zərər çəkdi. Bax, bu onun səbəbidir, bu hissəsi, bu əvvəlki hissə. Doğru variant burada olmalıdır. Baxın, görün, doğru variant. Burada doğru olmalıdır, Rum rəqəmindən verilmiş 4-cü cümlə, C variantı. Burada da oldu. C variantı, bu test səhvdir, bunun yazdığı test səhvdir, burada olmalı C. Sonra 49'da deyir, mətnə və cədvələ əsasən uyğun fikirləri müəyyən et, doğru və yanlış cəhətdə. Deyir ki, burada 49'da deyir ki, bax, görək.
Deyir 2021-ci ildə 2021-ci ildə Gövhərağa məscidi yenidən tikildi. Xeyr, burada yenidən tikilmir. Sadəcə bərpa olunur. Baxın, 2021-ci ildə məscid bərpa işlərinə başlanıldı. Yenidən tikilmədi. Bax, bərpa işlərinə başladı. Bax, oxuyarkən diqqətlə fikir verin. Bir balaca söz də mühüm rol kəsb edir. Bax, deyir ki, burada tikildi, xeyr, orada bərpa edildi. Buna görə bax, ona görə də səhv yazıb bax bunu. Bax, birlər silirəm. Çünki orada bərpa edilməkdən söhbət, tikilməkdən söhbət getmir, bərpadan söhbət gedir. Birlər getdi. 2-yə baxıram. Yeni yuxarı Gövhərağa məscidinin divarı rəsmlərlə bəzədilmişdi. Bəli, Mir Mövsüm Nəvvabın rəsmlərindən bəzədilmişdi. 2-ni götürdük. Sonra Kərbəlayı Səfixan Qarabağı Gövhərağanın maddi vəsaiti əsasında tikilən 3-cü cümə məscididir. Xeyr, o 3-cü cümə məscidi deyil. Məncə o 4-cü cümə məscididir. Baxın, burada deyir ki, Gövhərağanın maddi vəsaiti əsasında 3-cü məscidin yerində Şuşada 4-cü və sonuncu məscid 4-cü məscid. Baxıram, buradan 2'dir, buradan da götürülür 3, yanlış olan A variantı, bu səhvdir. Gəldik 50-ci testə. Mətninə əsasən doğru fikirləri müəyyən edin. Yuxarı Gövhərağa məscidinin interyeri məhv edilmişdi. Bəli, erməni vandalizminə məruz qalaraq onun interyeri məhv edilmişdi. 1. Sonra deyir ki, burada 1-ci Qarabağ müharibəsində bir çox memarlıq abidələri erməni vandalizmindən xilas olunur. Xeyr, erməni vandallarından xilas olunur. Əksinə, erməni vandalları onu dağıdır. Hətta biz son bu 2-ci Qarabağ müharibəsində də gördük ki, bizim məscidlərimizə, tikililərimizə necə vəhşicəsinə təqiblər olunub, vəhşicəsinə təhqir olunub. Demək olar ki, bu mənfur millət tərəfindən hətta məscidlərimizdə donuz saxlanılırdı, pis işlər görülürdü. Deyir, vandallardan xilas olub, xeyr, əksinə dağıdılıb, 2'lər silinir. Sonra, memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılma tarixi haqqında məlumat almaq olur. Bəli, yaradılma, bəli, Şuşanın. Bu doğrudur, oldu burada D variantı. Ancaq burada götürüb bunu. Niyə? Baxın, görün. Şuşa qalasının divar rəsmləri şair rəssam Mir Mövsüm Nəvvab tərəfindən işlənib. Burada buna görə çaşıb, bax. Şuşa qalasının yox, Şuşa məscidinin. Baxın, burada o cümlə vurğulanır. Mir Mövsüm Nəvvab tərəfindən. Baxın, deyir ki, bax burada cümlədə. Deyir ki, məscidin divar rəsmləri. Burada isə deyir Şuşa qalası. Səhv olan budur. Bu hissəsinə görə çaşıb. Diqqət, testdə nə qədər diqqətlə yanaşsın, o qədər doğruların çıxacaq. D variantı. Bu da səhvdir. Sonra gəldik 50-ci testə. Mətnin plan ardıcıllığını düzgün düzün. Burada birinci olacaq. Baxın, görün nə olacaq burada. Birinci olacaq. Bax, məscidin inşası. Bax, buradadır. Məscidin inşası. Qamışdan məscidin inşası. Belə göstəreyim. Deməli, 51'də. Birinci olacaq. Qamışdan məscidin inşası. Pənahəli xanın göstərişi ilə. Sonra olacaq buradan. Sonra. Bax, görək. Sonuncu məscidin memarı. Sonuncu məscidin inşası. Memarı Qarabağı. Bu. Sonra 3'də. 3'də nə deyir burada bizdə? İşğalın
ağır nəticələri, vandalizm, baxın bu hissə. Sonra düşməndən qurtuluş, baxın burada rəşadətli ordumuz, bax bu hissə. Sonra canım sizə desin, təntənəli açılış, bu da burada 2021-ci ildə təntənəli açılış, məscidin bərpa işləri başlanılır və mayın 10-da məscidin açılışı olur. Doğru variant burada olacaq B variantı. Bu test doğrudur. B variantı. Sonra mətndə çərçivə daxilində verilmiş sözün kontekstin mənası. Burada hansı vandalizm? Vandalizmin mənası olacaq bir ölkənin idarə üsulu dövlət quruluşu xeyir, mühasirəyə almaq xeyir, mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi. Doğru variant budur. Gəldik digər testimizə baxaq. Mətn hansı nümunə ilə mətnin giriş və əsas hissəsinin arasında əlaqə yaratmaq olar? Giriş və əsas hissəsinə baxaq görək. Giriş və əsası. Giriş hissəsi, bax bu hissəsidir. Maşının da siqnal çalmağa məni gördü. Deməli, giriş hissəsi bax bu hissəsidir. Əsas hissəsi isə bax buradan lap da nəticə hissəsinə qədər. Deməli, bu hissə ilə bu hissənin arasını əlaqələndirən cümlə. Baxaq görə burada nədən söhbət gedir. Yuxarı Gövhərağa məscidi və ya Şuşa Cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Və Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xan Şuşa ərazisində məscidin olmadığını nəzərə alaraq Şuşa şəhərinin təxminən 1750-ci ildə Qarabağ xan sarayı ilə paralel qamışdan məscid inşa etdirmişdir. Deməli, burada nədən söhbət? Gövhərağa məscidindən söhbət gedir. Pənahəli xanın göstərişi ilə saray və onunla paralel qamışdan məscid tikilməyindən söhbət gedir. Keçək o biri səhifəyə. Baxaq görə burada. Bu məscidin memarlıq xüsusiyyətləri haqqında heç nə məlumat deyil. Xeyr, biz aşağılarda baxırıq ki, onun haqqında memarlıq xüsusiyyətləri kimlər tərəfindən tikilib, memarı kimdir, divar rəsmləri haqqında məlumat da var. Sonra yeni məscidin inşasında daş və əhəngdən istifadə olunmuşdur. Bu heç uyğun getmir. Həmin dövrdə onun göstərişi Şuşa qalası, qala daxilində xan ailəsi üzvləri üçün qəsr və saraylar, o cümlədən məscid inşa olunmuşdur. Xeyr, bu da uyğun getmir. Ancaq burada D variantına baxaq görək. Məscid Azərbaycan Respublikası Mədəniyyət Naziri tərəfindən ölkə əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi qeyd etmir. Bəli, bax bu cümləni, bu D variantındakı cümləni. Bunda doğru yazıb. D variantındakı cümləni o girişlə əsasa şamil eləmək olur. Çünki orada da tikilməsi, məscidin və sarayla bərabər paralel məscidin və sarayın tikilməsi, sonra məscid haqqında məlumat verir. Bu tam da ora uyğun gəlir. Gəldik 54-cü test. 54-cü testdə nə deyir? Deyir ki, mətnə əsasən Eylər Venn diaqramı uyğunluq. Pənahəli xan və Gövhərağa haqqında məlumatlar yazılmalıdır. Baxaq görək 54-də. 54-də baxaq görək. Deyir, qamışdan məscid tikdirmişdi. Bəli, Pənahəli xan gördü ki, məscid yoxdur, sarayla bərabər məscid tikilməsini göstəriş verir, qamışdan tikirlər. A yazılıb bura. Şuşa qalasının qurucusudur. Şuşa qalasının qurucusudur. Bəli, bu Pənahəli xana şamil eləmək uyğun gələr. Sonra keçdik buradan. Şəhər üçün əhəmiyyətli olan memarlıq abidəsini inşa etdir. Bəli, bu həm Pənahəli xana şəhər üçün əhəmiyyətli olan memarlıq abidəsi inşa etdirir. Gövhərağa maliyyə cəhətdən pulla təmin edir, tikdirir. Pənahəli xan da onun səbəbkarı olur ki, göstəriş verir ki, tikilsin. Bu ikisinə də uyğun gedir. Sonra
2 mərtəbəli qoşa minarəli bina tikdirir. 2 mərtəbəli qoşa minarəli bina tikdirir. Yeyə baxaq görək. Yedə nə deyir? Tikdirdiyi binanın minarələrinə ciddi ziyan vurulmuşdu. Tikdirdiyi binanın minarələrinə ciddi ziyan vurulmuşdu. Bəli, erməni vandalizmi nəticəsində zərər dəymişdi. Tikdirdiyi Gövhər ağa, çünki Gövhər ağa maliyyə cəhətdən onları təmin eləmişdi. Sonra burada deyə baxaq görək hara gedir bu. 2 mərtəbəli qoşa minarəli bina tikdirmişdi. Gövhər ağadaydı da o da. Uyğun gəldi bura. 1 AB, 2 DY, 3 C. Bu da doğrudur. Gəldik 55-ci testə. 55-də nə istəyir bizdən? Mətnin əsasən cədvəli doldurun. Burada uşaqlar, bilirsiniz nə dedilər müəllimə? Belə bir deyir cədvəl verilmişdi. Həm yazılmışdı Pənahəli xan, həm yazılmışdı İbrahim Xəlil xan. Belə. Uşaqların deyişinə əsasən. Bura yazılmışdı, problemi görür və problemi həll edir. Hər ikisinə. Problemi nədə gördü Pənahəli xan? Problemi onda görürdü ki, baxın. Problemi onda görürdü ki, Pənahəli xan nədə görürdü? Şuşa ərazisində məscidin, baxın bunu belə yazıblar uşaqlar, yazıblar, düzdür yazıblar. Pənahəli xan Şuşa ərazisində məscidin olmadığını nəzərə alır. Bax, bu bir problemdir, nəzərə alır. Şuşa şəhərində nəsə Qarabağ xanı saray ilə paralel qamışdan məscid inşa etdirir. Bax, bu problemin həll yoludur. İbrahim Xəlil xana isə belə yazılmışlar, düzdə yazıblar. Bilirsiniz nə yazmışdılar? Gövhər ağa 19-cu əsrin birinci yarısında Gövhər ağanın maddi dəstəyi İbrahim Xəlil xan yararsız hala düşmüş məscidi yerində İbrahim Xəlil xan görür ki, yararsız hala düşmüş məscid var. Bu o problemi onda görür və yenidən qoşa minarəli 3-cü məscidi inşa edir. Bax, bu da problemin həll yoludur. Belə yazmışlar, düzdə yazıblar. Sonra o birisində nə yazıblar? Mətninə əsasən əvvəlində işarə qoymuş sözlərə bağlı cədvəli tamamlayın. Orada hansı sözlər idi? Baxın görüm. Biri var idi. Qarşısına işarə qoyulmuş sözlər. Baxaq görək. Baxın görək. Biri vardı, bax, yararsız söz idi. Bir var yararsız sözdür. Bir də var rəşadətli. Onların bizdən nə istəyir? Baxın görüm. Mətninə əvvəlində işarə qoymuş sözlərə bağlı cədvəli tamam. Mənasını yazmaq. Yararsız, bir şeyə yaramayan, işləmdən çıxmış, yararsız hala gəlmiş kimi yazmaq olardı. Bir də rəşadətli yazmaq olardı ki, fədakar, vətən uğrunda canından keçməyə hazır olan igidlər, müzəffər insan, rəşadətli, fədakar, cəsur, belə ifadələrlə yazmaq olardı. Bunu da düz yazıblar. Deməli, bu qədər. Görək nə qədər, maşallah, bir saata qədər danışdıq, testi təhlil elədik. Deməli, növbədə inşallah bloklarımız var. Blokların da həm qrammatikası, həm də mətnin üzərində belə izah verəcəm. İnşallah siz izləmədə qalın, bəyənməyi unutmayın. Disi sağ, mən salamat.